Hörmətli izləyicilər, bir dənə təqdimatla gəlmişəm. Bəli, deyərsiniz ki, hamam, hamamı da satırıq, restoranla bir yerdə. Amma öncə bir dənə girin baseyndə çimim, sonra başlayaq. Gəl bir dənə bu gözəlliyi çək. Azərbaycanda iki dənə də belə yer. Biri Bircəhdədir, kardioloji sanatoriya. Biri də bax bu həmən bu obyektdir. Adı da nədir? Panorama. Neyniyək? Bir dənə də dənizinizi çək görsət panorama. İkinci belə vid panorama yoxdur. Axtarmayın. Doğrudan deyirəm ha, sözün əsl mənasında. Gəl yaxından çək. Hörmətli izləyicilər, çıxdıq. Deməli, obyektimizin o qabaq hissəsi panorama idi, gördüyünüz kimi. Bu da ki, arxa hissəsidir. Girişlər buradandır. Restoran da texniki otaqdır və orada da o bayaq başladı. Hamamdır. Bir dənə yolunu da çək görsət, zəhmət olmasa. Bura düzdür, belə həm pub kimi, həm də restorandır. Bax, fikir verin, adını yazılıb restorandır. Buranı indi çox adam tanıyır da, yəni burada dincəlib, vaxtları keçib, zamanlığı keçib. 2008 nə deməkdir? 2008-ci ildən işləyir, fəaliyyətdədir. Hazır icarədədir obyektimiz. 4 sotdadır, 4 sotdadır. 1200 kvadrat metrdir. Bura texniki otaqdır. Bu da bax, bayaq çəkdiyimiz Rus hamamı. Harada ki, mən videonu başladım ha. İndi də qalxaq, daha yaxından tanış olaq. Gəl. 4 mərtəbədir, aşağını saymaqla 4 mərtəbə hesab olunur. Burada texniki otaqdır. Buyur, keç yavaş-yavaş qalx yuxarı. Qiymətini aşağıdan qeyd eləyəcəm, hörmətli izləyicilər. Bu 3-cü mərtəbəyə qalxan pləkanlardır. Burada da oturub dincəlmək üçün yəni yer. Bura texniki otaqdır, mətbəxdir. Burada bir dənə bax belə VIP kabinet də var. Bu VIP kabinetdən də dənizi görsənir, panorama. Yəni bu obyektin adı həm də niyə panoramadır? Hər yerdən, hər bir kabinetdən, hər bir nöqtəsindən dəniz panoraması var. Gəl. Burası sanuzeldir, göstərməyə ehtiyac yoxdur. Restorandır, 2-ci mərtəbədə. Bu dəqiqə hal-hazırda burada 70 adam əyləşə bilir. Посадочный yer 70 nəfərdir. Barın stoykası və s. və ilaxır. Çıxaq, buradan da göstərdim sizə panoramanı. Buran mətbəximizdir. İkinci mərtəbədən də dənizə panorama açılır. Sənədlər qaydasındadır. Qiymətini aşağıdan qeyd edəcəm. Aşağıda baxırsınız sol tərəfdə. Bir də videonu bölüşməyi unutmayın. Qalxaq 3-cü mərtəbəyə. Gəl qalxaq 3-cü mərtəbəyə. -1-dən 4 sayılır. -1-də də yəni hamamdır. Hazır icarədədir. Bir də nəzərə çatdırım. Hazır icarədədir. 3-cü mərtəbədə də bax belə bir 8 dənə kabinetdir. Burada da sanuzeldir. Hər kabinetdən də ən balaca kabineti burada. Buradan da panoraması açılır dənizə. Tam ətraflı çək görsət. Gəl. İndi çıxacaq terasa. Retro Avto.
Buranın adını niyə qoyublar? Çünki burada şəkildə retro avtomobillərin şəkili var. Burada mətbəximizdir. Bir dənə ötəri çək görsət. Vəssalam. Gəl. 8 kabinet. Gəl. Bax, bura da kabinetdir. Bura iş kabinetidir. Səhv eləmirəmsə. Gəl. Ünvan da ki, bax, yazılıb bura. Bax, panorama Zagulba. Xeyirli olsun uşaqlar. Bax, masalar da düzülüb, qonaqları gözləyir. Kim alsa Allah xeyir versin. Amma belə də gəlmək istəyirsə, buyur gəlib uşaqlar qəşəng qulluq edirlər. Gəlin oturun, belə panorama heç yerdə yoxdur. İnanın mənə. Sağ olun.